Misalda soruşulur ki, məxrəci 30 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? İlk növbədə sonlu onluq kəsirin qaydasını yadımıza salaq. İxtisar edilmiş adi kəsirin məxrəcindəki ədədin sadə vuruqları 2 və ya 5-lərdən ibarət olarsa, bu zaman bu adi kəsiri sonlu onluq kəsir şəklində göstərmək mümkündür. İndi isə bu misala uyğun olaraq məxrəci 30 dediyinə görə məxrəcdə 30 yazdıq. 30-un surətdə isə müəyyən ədədlər yazıla bilər düzgün kəsir olması üçün. Lakin 30-un vuruqlarını düşünək. 30-u sadə vuruqlara ayıranda bilirik ki 30 6 vuraq 5-dir. Ona görə 2 vuraq 3 vuraq 5 şəklində göstərə bilərik. Demişdik ki, sonlu onluq kəsir olması üçün 2-lər, 5-lər ola bilər, amma buradakı 3 olmamalıdır. Biz əgər o 3-ü yox edə bilsək, ondan sonra yazılan kəsirlər sonlu onluq kəsir olacaq. Bu 3-ü yox etmək üçün yuxarıda 3-ün bölünənlərini yazmalıyıq. Məsələn, 3-ün özünü yaza bilərdik ki, 3 getsin. Yəni 30-da 3 yazsaq ixtisar gedər, yaxud 6 yazsaq. Bu şəkildə düzgün kəsir olması üçün təbii ki 30-a qədər olan 3-ə bölünən ədədləri yazmalıyıq. Bunu tapmaq üçün də qısa yol olaraq 30-u elə 3-ə bölərik, cavab olur 10. Yəni 30-a qədər 3-ə bölünən 10 dənə ədəd var. Lakin burada 30-un özü də sayıldığı üçün cavabdan 1 çıxırıq və deyirik ki 9. Yəni məxrəci 30 olan 9 dənə adi kəsir var ki, biz onların sonlu onluq kəsir şəklində göstərə bilərik.